Salam əziz və dəyərli izləyicilərim, bugün soda haqqında danışacağım. Çünki çox saylı suallar gəlir ki, Məryəm xanım, biz sodanı, xərçəng xəstələri soda içə bilərmi? Xərçəngin qarşısını alırmı soda? Arıqlamaq üçün olarmı? Nə bilim, təzyiq qaldırarmı? Təzyiq salarmı? Siz necə içirsiniz Məryəm xanım? Hansı sodadan içmək olar? Və xərçəng xəstələrinə olarmı? Profilaktika üçün? Bu suallar mənə o qədər gəlir. Ona görə mən videolarım çoxdur soda haqqında. Məcbur oldum ki, bir də bu videonu çəkəm sizin üçün, əziz izləyicilərim. Amma videoya başlamazdan əvvəl çox xahiş edirəm. Kimi açmırsa mənim videolarım ki, mən də dəyərli yüz minlərlə izləyicilərim bilir ki, sizlər kimlərsiniz. Blok deyilən bir şey var. Blok eləyin, məni görməyin. Mən bir də sizin qarşınıza çıxmayayım. Mən onsuz da bu dəyərli vaxtımı belə sizlər üçün danışmıram. Bir-iki nəfər üçün danışmıram. Mən mənim üçün dəyərli olan, mənim əziyyətimə dəyər verən, sağ ol yazmağı bacaran, dua yazmağı bacaran dəyərli izləyicilərim üçün, bax bu izləyicilərim üçün danışıram. Çox sağ olun, əliniz var olsun ki, bəyənirsiniz videolarımı, gözəl sözlər yazırsınız. Dua eləyənləriniz çox olsun, əziz izləyicilərim. Mən sodanı 20-25 ildir içirəm və demirəm sizə ki, için. Mən heç kimə məcburi soda içizdirmirəm. Ümumiyyətcə danışacağım sizə ki, sodanı mən nə üçün içirəm? Mən 25 il bundan qabaq desəniz ki, Məryəm xanım, onda internet yox idi. Siz necə bildiniz ki, sodalı su xeyirdir, içdiniz? Mənim oxuduğum kitabların sayı hesabı yoxdur. Üstdə də görünür, bilmirəm, kitab şkafım. Yəni, sayı hesabı yoxdur oxuduğum kitabların. Mən illər əvvəl onda da professor Newmovakinin kitabını oxumuşdum. Baxın, professor Newmovakin budur. Bir professorun haqqında bu qədər yazılar yazılarmı? İşlədiyi işi, vəzifəsi, aldığı adlar, aldığı laureatlar, görün nə qədərdir. Bu da professor Newmovakindir. Yəni, mən onun kitabını, bunlar yeni kitablardır. Amma onun ilk çıxan kitablarından oxumuşam mən. 25 il bundan qabaq. Təsəvvür edə bilirsinizmi ki, o vaxtdan mən bilirdim ki, qələvi mühit nədir? Rus dilində şelşin sreda deyirlər və turş mühit nədir? Kisli sreda. Mən o vaxtlar ORT verilişində, bilirsiniz, televiziya kanalı vardı. Məni tanıyanlar bilir ki, mən uşaqlığımdan Rusiyada olmuşam. Yəni, ömrümün çoxundan çoxu Rusiyada keçib. Və o vaxt verilişlərə, sağlamlıq verilişlərinə gəlirdi. Newmovakin professor, akademik, alim. Mən orada verilişlərdə də canlı da ona qulaq asmağa Allah mənə qismət eləmişdi. Professor Newmovakinin kim olduğunu da oxuya bilərsiniz və onun videolarına da baxa bilərsiniz. Sayı hesabı yoxdur. Tək professor Newmovakin yox, Otto Warburg oxuya bilərsiniz Şelşin sreda haqqında. Kim rus dilini bilirsə oxusun, sizə tərcümə eləsin. İndi internet zəmanəsidir. Və özümüzün çox dəyərli Füzuli həkimimiz var. Onun da videoları var sodalı su haqqında, yəni qələvi mühit haqqında. Yəni, mən özüm şəxsən sodanı profilaktika üçün içirəm. Çünki mənim ailəmdə xərçəng xəstəliyindən rəhmətə gedənlər olub. Bilirəm ki, xərçəng xəstələri yarı faiz da olsa genetikdir və yediklərimizdən, stressdən əlaqədardır və turş mühiti, belə sizə loru dildə, siz bilirəm ki, sevirsiniz mənim loru dildə izah etməyimi. Turş mühiti, kistalar, göbələklər çox sevir. Turş mühit də nə vaxt yaranır bizim orqanizmimizdə? Təsəvvür eləyin, qanımızda da yaranır. Bu, bizim hətta əsəbi olanda, stres halında olanda da bizdə turş mühit yaranır. Hətta qanımızda belə. Təsəvvür eləyə bilirsinizmi? Və ondan əlavə yediklərimizdən, mağazadan, marketlərdən alınmış, paketlənmiş yediklərimizdən, yağlar, pis yağlardan, cürbəcür. Təsəvvür eləyə bilməzsiniz. Saymaqla bitmir. Onda turş mühit yaranır. Və bu turş mühit üçün ürəyi gedir xərçəng hüceyrələrinin. Xərçəng də ki, bildiyimiz göbələkdir. İstəsəniz özünüz də araşdıra bilərsiniz. Heç kim deyə bilməz ki, Məryəm xanım nə isə yalan deyir. Çünki mən saçıma atmışam, illərimi vermişəm, gecə-gündüz oxumuşam. Və çox böyük fəxrlə deyə bilərəm ki, mən 53 yaşımda, hətta 53 yaşım olmağına baxmayaraq, Rusiyada tibbi kollecdə oxuyuram. Yəni, hələ də tibbi elmimi artırıram. Siz təsəvvür edə bilməzsiniz ki, mənim oxuduğum kitabların, bütün professorların, dünyaca məşhur professorların, akademiklərin, alimlərin, bilim insanlarının kitablarını oxumuşam. Sayı hesabı yoxdur bunların. Və hamısında da bax, bu qələvi mühit haqqında yazılır. İnsan orqanizminə qələvi mühitin xeyri olduğu haqda yazırlar.
Bax, bunu sodasız da siz yeməklərdən də əldə edə bilərsiniz. Bu da başqa bir mövzudur. İnşallah bir gündə o haqda danışacağım. İndi sırf xərçəng xəstəliyini, yəni xərçəng bildiyimiz göbələkdir. Ona görə sizə deyirdim ki, çox kitablar oxumuşam. Göbələklər artır orqanizmdə və bunlar stresli olanda biz yediyimiz şeylərdən ən çox stres halında olanda bu göbələklər artır, böyüyür və biz Allah hamıya kömək olsun, qulağımızdan uzaq olsun, xərçəng xəstəliyinə gətirib çıxardır. Və yediyimizə diqqət eləsək, stresdən uzaq olsaq, qələvi mühit yarada bilsək orqanizmimizdə xərçəngdən biraz özümüzü qoruya bilərik və bir çox xəstəliklərdən qoruya bilərik. Mən ona görə sodalı suyu içirəm, sizə məcbur etmirəm, səbəbini sizə dedim. Xərçəng xəstəliyinin qarşısını aldığını mən yox, kitablar təsdiqləyir, alimlər, professorlar təsdiqləyir, bilim insanları təsdiqləyir, tibb elmi təsdiqləyir. Özünüz də araşdırın, oxuyun, oxumaq zamanəsidir. Nə olar? Bircə saatınızı ayırasınız, oxuyasınız. Mən ona görə içirəm. Xərçəng xəstəliyini mənim oxuduğuma görə qələvi mühit məhv eləyir. Sevmir qələvi mühiti, kistalar, fibromalar, xərçəng hüceyrələri. Amma turş mühiti sevirlər, artırlar, böyüyürlər, çoxalırlar. Və mən turş mühit yaranmaması üçün bir mən yox, bütün ailəmizdə bizim hamımız uzun illərdir. Tanıdığım, bildiyim bütün yaxınlarım sodalı suyu içirlər. Və yenə də təkrar eləyirəm, təkrar eləməkdən yorulmuram. Çünki yenə də yazacaqsınız, mənə olar Məryəm xanım, mənə olar, orqanizm müxtəlifdir. Elə insan var ki, öz orqanizmini özü tanıyır, bəlkə sizə olmaz. Mən biləni qastritə olmaz, eroziyaya olmaz, mədədə olan bəzi problemlərə görə olmaz. Amma xəstələr var ki, yazırlar, mən canlı açarkən bunu da deyim ki, mən hər gün günorta, Bakı vaxtı ilə günorta saat 3-də canlı açıram, gələ bilərsiniz. İstəsəniz. Orada yazırlar ki, Məryəm xanım, mən qastritim vardı, mən sodalı suyu içdim, düzəldim. Amma yenə də mən sizə demirəm ki, için. Özünüz bilərsiniz. Mən sizə oxuduqlarımdan danışıram və özümün içmə səbəbimi sizə dedim ki, niyə içirəm? Bir özüm yox, bütün ailə üzvlərim. Məsləhət özünüzündür. İndi isə mən xərçəngdən profilaktik üçün içirəm və səhər-səhər içirəm. Professor Newmuvakin, baxın, rak. Bu kitabı da rak haqqındadır. O dediyinə görə səhər və axşamda içmək olar, amma mən bir dəfə səhər içirəm. Mən necə içirəm? Mən yarım çay qaşığı sodanı, yarım stəkan pak-kapak qaynayan suya tökürəm. Çünki fış eləməlidir mütləq. Eləmirsə demək ki, sodanın vaxtı qutarıb. Mən adi mağazindən aldığımız sodanı içirəm, əziz izləyicilərim. Və sodanın, o suyun üstünə ya azca limon sıxıram, ya da ki bir çay qaşığı təmiz ev alma sirkəsi tökürəm. Üstünə sonra soyuq əlavə edirəm ki, içiləcək dərəcədə isti vəziyyətdə olsun. Mən elə içirəm. Üstündən su da içmək olar və yarım saat heç nə yemirəm, içmirəm. Bunu mən belə içirəm. Siz özünüz bilən məsləhətdir. Mən sizin suallarınıza cavab özümə borc bildim ki, çünki çox gəlir suallar. Məryəm xanım, nə olar, geniş şəkildə izah eləyin. Mən bilən, bacardıqca geniş şəkildə izah elədim. Yenə də məsləhət özünüzündür. Uşaq deyilsiniz, hərənin orqanizmi müxtəlifdir. Özünüz də araşdıra bilərsiniz, özünüz də oxuya bilərsiniz. Məsləhət bilsəniz, içərsiniz. Məsləhət bilməsəniz, xərçəng xəstələrdə. Sizə deyə bilmərəm. Çünki mənim qrupum var, orada xərçəng xəstələri var. Onlara da demişəm ki, özünüz bilən məsləhətdir. Sizin üçün qələvi mühit xeyirdir. Amma birbaşa mən sizə deyə bilmərəm ki, için. Mən özüm içirəm, özümə cavab deyəm. Ailəmə cavab deyəm, biz içirik. Amma sizə deyə bilmərəm, yenə də deyirəm. İçərsiniz, nəsə pis, nəsə alınar, deyirsiniz, Məryəm xanım dedi ki, sodalı su iç. Mən içdim, ona görə məndə belə bir hal baş verdi. Özünüz bilən məsləhətdir. Bu arada deyim ki, mənim ödənişli qrupum var. Cəmi bircə dəfə 20 manat ödəyirsiniz, hər ay yox, bir dəfə 20 manat ödəməklə sağlam qidalanırsınız, 3 dəfə sağlam yeyərək sağlığınıza qovuşub arıqlayırsınız, yekə qarından azad olursunuz, qazdan, köpdən, qarın gürültüsündən ki, Məryəm xanım işdə otura bilmirəm, utanıram, o gürültülərdən azad olursunuz, bağırsaq daşlarından sinadesiz, maqni sulfatsız, hətta qara kömürü belə mən qrupumda qoymuram. Aclıq otusuz, qəbizlikdən azad olmaq istəyirsinizsə, babasildən azad olmaq istəyirsinizsə, Məryəm xanımın qızıldan dəyərli məsləhətlərini istəyirsinizsə, qızıl qaydalarını hansı ki illərlə saçıma qatmışam, onları oxumaq üçün gecə və gündüz, hələ də dediyim kimi davam edirəm. İstəyirsinizsə bütün bu qızıl qaydalarımı öyrənmək,
Gözəl üz peelinglər ki, üzünüz par-par yansın, gözəl dırnağınız, gözəl saçınız olsun istəyirsinizsə, bircə dəfə 20 manat verməklə qrupuma gələ bilərsiniz. Və nömrəmi səsli şəkildə deyirəm, çünki videonun üstünə qoymaq olmur, TikTok icazə vermir. Mənim dediyim kimi yaddaşa salsanız, mənə yaza biləcəksiniz. Amma qabağına 50, 012, 55, 70 qoysanız, nömrə artırsanız tapa bilməyəcəksiniz. Belə yaddaşa salırsınız. Əvvəlinə üstə gələk yazmağınız mütləqdir. Üstə gələk 7, 901, 288, 26, 94. Rusiyanın WhatsApp nömrəsidir. İstəyənlər ancaq ödənişli qrupuma girmək istəyənlər yazsın, xahiş edirəm. Ki sizi sağlığınıza, əvvəlallah, sonra mən istədiyiniz bədən quruluşuna sizi o nəticəni, gözəl nəticəni artıq Azərbaycana səs salmışam. Şükür olsun, maşallahlar olsun. İstədiyiniz nəticəni çox tez müddətdə yeyərək əldə edəcəksiniz. Bütün videolarımda dediyim kimi şükürlərinizi bol edin ki, şükürləriniz çoxalsın, şikayətlərinizi azaldın ki, şikayətləriniz azalsın. Sağ olun.